O halda mümkündür ki, biz ən azından özümüzə məxsus güclü bir mövqe yaratmalıyıq. Vətəndaş cəmiyyəti yaratmalıyıq, siyasi mövqe yaratmalıyıq. Lazım gələrsə muxtariyyət yaratmalıyıq. Yəni bu mövqe olmasa, talışlar gözləməsin ki, onlar üçün nə isə olacaq. Heç nə olmayacaq, heç nə də qabağa gedə bilməz, mümkün deyil. Ancaq özümüz, çünki bu coğrafiyada, Azərbaycanda yeganə qabağa gedə biləcək xalq, potensiallı xalq, ideologiyası möhkəm xalq, nə isə qurmağı bacaran xalq talışlardır. Başqası yoxdur. Türkçülük, mürkçülük bunlar məhv etmək üçün yaradılıb. Yəni rusların bizi məhv etməsi üçün yaratdığı bir ideoloji bir cəryandır. Bunlar bizə heç vaxt xeyir verməyib, verməyəcək də mümkün deyil. Nəinki talışlara, yenə deyirəm, özlərinə belə xeyri olmayan bir millətin, düşüncənin bizə xeyir verməsini gözləmək səfehlikdir. Və biz Əlkişan Himmətovun etdiyi bu axmaqlığı təkrarlamamalıyıq.